Salam, hər bir dövlətin əlbəttə ki, öz sirləri var. Amma heç düşünmüsünüzmü? Bir məlumatı adi bir sirdən çıxarıb onu dövlət sirri səviyyəsinə qaldıran nədir? Gəlin bugün birbaşa Azərbaycanın qanunvericiliyinə baş vuraq və dövlətin nəyi, nəyə və necə məxfi saxladığını birlikdə anlamağa çalışaq. Yaxşı, gəlin lap təməldən başlayaq. Bir məlumat necə olur ki, milli təhlükəsizlik üçün bir təhdidə çevrilə bilir? Yəni, adi sirlə dövlət sirri arasındakı o qırmızı xətt haradan keçir? Qanun bu fərqi bizim üçün necə aydınlaşdırır? Hər şey təbii ki, tərifdən başlayır. Gəlin görək, qanunun öz dilindən dövlət sirri nə deməkdir? Deməli, baxın, açar söz budur. Yayılması, milli təhlükəsizliyə ziyan vura bilən məlumat. Yəni, söhbət sadəcə hər hansı bir həssas məlumatdan getmir. Dövlət sirri elə bir informasiyadır ki, onun sızması ölkənin təhlükəsizliyinə aktiv şəkildə zərər vurma potensialı daşıyır. Bu, həqiqətən də çox vacib bir fərqdir. Yaxşı, ümumi tərifi anladıq. Bəs konkret olaraq hansı sahələr, hansı məlumatlar bu çərçivəyə düşür? Qanun bunu bizim üçün 4 əsas kateqoriyaya ayırır. Birincisi və yəqin ki, hamımızın ağlına ilk gələn sahə hərbi sirlər. Təbii ki, bir ölkənin müdafiəsi hər şeydən öncə gəlir. Və buradakı detallar həqiqətən də çox dərindir. Söhbət sadəcə ümumi planlardan getmir yox. Əskərlərin harada yerləşməsindən tutmuş, ən yeni silah sistemlərinin texniki xüsusiyyətlərinə, hətta hərbi hissələrin dəqiq yerinə qədər hər şey qorunur. Düşünsəniz, bu məlumatların kənara sızması birbaşa döyüş meydanında fəlakətə səbəb ola bilər. Amma milli təhlükəsizlik təkcə ordu ilə, silahla məhdudlaşmır, elə deyilmi? O, həm də ölkənin iqtisadi gücü və elmi potensialı ilə birbaşa bağlıdır. Baxın, bu çox vacib bir məqamdır. Müasir dünyada bir ölkəni qorumaq, təkcə sərhədləri qorumaq deyil. Bu, həm də onun sənaye gücünü, strateji ehtiyatlarını və rəqiblərindən üstün olmasını təmin edən o qabaqcıl elmi kəşfləri qorumaq deməkdir. Yaxşı, ölkə daxilindən çıxıb beynəlxalq arenaya nəzər salaq. Diplomatiya, danışıqlar. Bəs bu sahədə məxfilik nə üçün bu qədər vacibdir? Əslində, məsələnin kökündə həssas danışıqları qorumaq dayanır. Təsəvvür edin, iki ölkə çox mühüm bir müqabilə üzərində işləyir və detallar vaxtından əvvəl mətbuata sızır. Bu, bütün prosesi, bütün diplomatik cəhdləri alt-üst edə bilər. Bax, bu qanun məhz belə vəziyyətlərin qarşısını almaq üçündür. Və nəhayət gəldik dövlət sirri deyəndə bəlkə də hamımızın ağlına gələn o klassik sahəyə, kəşfiyyat, əks kəşfiyyat və casusluq dünyasına. Burada ən maraqlı cəhət odur ki, qorunan təkcə toplanan məlumat deyil, bütün sistem qorunur. Məlumatı toplayan agentlərin kimliyindən tutmuş, istifadə edilən şifrələmə texnologiyalarına, hətta mənbələrin şəxsiyyətinə qədər hər şey. Çünki bir həlqə qırılsa, bütün zəncir təhlükə altına düşər. Yaxşı, nəyin sir sayıla biləcəyini artıq bilirik, bəs o son qərarı kim verir? Yəni, bir sənədin üzərinə məxfidir möhrünü vurmaq səlahiyyəti kimdədir? Gördüyümüz kimi, bu, bir nəfərin və ya bir qurumun tək başına verdiyi bir qərar deyil. Hakimiyyət bölünməsi prinsipi burada da işləyir. İcra hakimiyyəti sirlərin siyahısını təsdiq edir, parlament bu işə maliyyə ayırır, məhkəmələr isə qanunların pozulub-pozulmadığına nəzarət edir. Bu sistem bir növ nəzarət və tarazlıq yaradır. Amma bütün sirlər eyni deyil. Bəziləri daha həssas, bəziləri isə daha az. Ona görə də qanun bir məlumatın sızmasının vura biləcəyi ziyana görə aydın bir dərəcələndirmə, yəni iyerarxiya yaradır. Yəni, bu üç pilləli sistem praktikada nə deməkdir? Çox sadə. Məxfi qrifli bir sənədə giriş qaydaları ilə xüsusi əhəmiyyətli qrifli sənədə giriş qaydaları təbii ki, eyni deyil. Təhlükə nə qədər böyükdürsə, qoruma da bir o qədər güclü olmalıdır. Bütün bunlar isə bizi bəlkə də ən fundamental suala gətirib çıxarır, bu səlahiyyətin bir hüdudu varmı? Yoxsa hökumət nə istəsə məxfiləşdirə bilər? Bu, əslində istənilən demokratik cəmiyyət üçün çox önəmli bir sualdır. Gəlin görək, qanunun özü bu səlahiyyətə hansı sərhədləri qoyur? Cavab bir mənalıdır. Xeyr, qanunun 7-ci maddəsi bu barədə çox aydın danışır. Bax, bu həlledici bir məqamdır. Qanun açıq şəkildə deyir ki, sən ictimai təhlükəsizlik, insan hüquqları və dövlətin özünün hesabatlılığı üçün vacib olan məlumatları gizlədə bilməzsən. Yəni, dövlət sirri pərdəsi altında korrupsiya və ya qanun pozuntuları gizlədilə bilməzsən. Və son olaraq gəlin bir sirrin ömür dövrünə baxaq. Bir məlumata məxfi statusu veriləndən sonra bu status əbədi olaraq qalırmı? Bu zaman cədvəli bizə göstərir ki, əksər sirlərin bir son istifadə tarixi var. Məxfilik daimi deyil.
Məqsəd tarazlığı qorumaqdır. Məlumat öz həssaslığını itirdikcə, o tarixçilər və ictimaiyyət üçün açıq olmalıdır. Amma təbii ki, zərurət yaranarsa, bu müddətlər uzadıla da bilər. Beləliklə, sadəcə bir qanunun timsalında biz dövlətin təhlükəsizlik ehtiyacı ilə vətəndaşın bilmək hüququ arasındakı o çox incə xətti necə cızmağa çalışdığını gördük. Bu əslində hər bir ölkənin hər gün qarşılaşdığı bir çağırışdır. Bu maraqlı mövzunu bizimlə araşdırdığınız üçün təşəkkür edirik.